Xeyir söz, xeyir ki, xeyir əməl, doğru söz, doğru ki, doğru əməllə rəyinizə ata günəş olsun, əziz dostlar, əziz izləyicilər. Hər bizi salamlayıram və bilirsiniz ki, artıq bir həftəyə yaxındır ki, İsrail-İran müharibəsi baş verir və bu müharibə haqqında sırf İsrailin İrana hərbi əməliyyatı ilə bağlı detalları paylaşılır. Və bunu nəyə görə edirik? Çünki bilirsiniz ki, orada yaşayan soydaşlarımız İsrailin təbii ki, Fars Molla rejiminin xalqları əsarətdə saxlaması və antidemokratik bir mühitin yaradılması ilə bağlı planlarının darmadağın edilməsi və bu barədə çox dəqiq bir, obyektiv bir informasiyanın verilməsinə çalışır. Sözsüz ki, Azərbaycan və Türkiyə mətbuatı çox təəssüf ki, bir tərəfli şəkildə İran Fars Molla rejiminin sanki haqlı çıxarır və onun əks hücum həmlələrini haqlı çıxarmağa çalışır və onu bir məzlum kimi təqdim etməyə çalışır və çox qeyri-obyektiv bir şəkildə Təbrizin şəhərindəki hava limanlarının Kirmanşah və təbii ki, Məşəd şəhərlərinə hücumunu bir mənalı şəkildə sanki burada Güney Azərbaycanlıların öz hüquqlarının bu qədər ağır şəraitdə tapdalanmasını kənara atırlar. Və çox təəssüf ki, cəmiyyətimizdə bir cahillik və savadsızlıq mövcuddur ki, bu 7-ci əsrdən bəri Azərbaycanı əsarətdə saxlayan ərəb əsarəti, ərəb xilafətinin gətirdiyi bu İslam təfəkkürü imkan vermir ki, cəmiyyətimizdə bir fərqli bir fikir yaransın. Bilirik ki, qədim Roma və Yunan imperiyası Azərbaycanda Atropatena və Albaniya dövlətinin qurulmasına imkan yarattı. Hətta deyərdim ki, Çar Rusiyasının yıxılmasından sonra ilk dəfə demokratik bir parlamentli Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Və bilirsiniz ki, 1991-ci ildə məhz SSR-nin dağılmasından sonra ilk dəfə olaraq 20 yanvar faciəsindən sonra Milli Azadlıq Hərəkatından doğan 1991-ci il Azərbaycan Respublikası quruldu. 1992-ci ildən etibarən Azərbaycan Respublikası vətəndaşları öz prezidentini 1995-ci ildən, öz parlamentini və 1999-cu ildən öz bələdiyyəsini seçmək hüququna nail oldu. Və belə bir şəraitdə biz hansı dəyərləri, hansı dünyavi və müasir dəyərləri daşıyırıq? Əlbəttə ki, müasir və qlobal mənada demokratiya, seçki hüququ və konstitusyon hüquqları əldə etdik. 1995-ci ildə bilirsiniz ki, Azərbaycan Respublikasının konstitusiyası qəbul olundu. Belə bir şəraitdə biz hansı dəyərləri, hansı prinsipləri mənimsədik? Əlbəttə ki, qərb dəyərləri. Və biz 2015-ci ildə ilk dəfə olaraq 1-ci Avropa oyunlarının təşkil elədik. Və uzağa getməyək, 1992-ci ildən etibarən Hafez Elçi bəy hakimiyyəti dövründə formalaşmış bir demokratik sistemin demokratik dəyərlər əsasında Azərbaycan Respublikası faktiki olaraq qərb şirkətləri ilə, qərb ölkələri ilə inteqrasiya yolunu tutdu. Və heç də təsadüfi deyil ki, 1994-cü ildə məhz yahudilərlə birgə, yahudi iş adamlarla birgə BP şirkəti, Total şirkəti və təbii ki, ExxonMobil şirkəti və Standard Oil şirkəti ilə birgə böyük əsri müqaviləsi 1994-cü il sentyabrında imzalandı. Və belə bir hədəfləri qoyan Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının daimi hüquqlu üzvü oldu. Və 2015-ci ildə 1-ci Avropa oyunlarının təşkil olunması, 2016-cı ildə Forma 1 yarışlarının təşkil olunması, əlbəttə ki, 2024-cü ilin təbii ki, noyabrında Birləşmiş Millətlər Təşkilatının
iqlim dəyişikliyi üzrə COP29 tədbirinin Azərbaycan ev sahibliyi etməsi bir daha sübut edir ki, Azərbaycan Respublikası Avropaya inteqrasiya yolunu tutur. Və çox təəssüf ki, 2013-cü ildən sonra Azərbaycan Respublikası faktiki olaraq Rusiya xüsusi xidmət orqanlarının Azərbaycan dövlət strukturlarına sızaraq Azərbaycanda qeyri-qanuni konstitusiyon əsaslarını sarsıdacaq, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını tapdalayacaq bir addımlara əl atdı. Və xüsusilə bir çox beynəlxalq təşkilatların təmsilçiləri olan Azərbaycan Respublikasının vətəndaşlarının hüquq və azadlıqlarını müdafiə edən insan haqları təşkilatlarının, siyasi partiyaların və kütləvi informasiya vasitələrinin, vətəndaşların problemlərini işıqlandıran kütləvi informasiya vasitələrinin fəaliyyətinə çox böyük məhdudiyyətlər qoyuldu. Və xüsusilə media haqqında qanuna, KİF haqqında qanuna zidd olaraq bir çox qeyri-qanuni Konstitusiya Məhkəməsinin razılığı olmadan qeyri-qanuni məhkəmə hökmləri çıxartdılar və bunların ən bariz nümunəsi 373-ə yaxın siyasi məhbusların 2014-cü ildən də daha çox olaraq vicdan məhbusların baş verməsi idi. Və bu səbəbdən Azərbaycan Respublikasının televiziyaları təəssüflər olsun ki, avtoritar rejimləri quran BRICS ölkələrinin geridə qalmış ölkələrdən cərgəsində yer alan ölkələrdən eyni cərgədə olması Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsən bizi çox böyük mənada təəssüflər olsun ki, sarsıtdı. Və bilirsiniz ki, demokratik ölkələrdə olan dəyərlər sisteminin Azərbaycan televiziyalarında sarsıdılması və gözdən salınması, Rusiyanın işğalçı siyasətinə xidmət edən təbliğatlara yer verilməsi şəxsən milli maraqlarımıza böyük bir zərbə oldu. Və çox təəssüf ki, bu istiqamətdə xüsusilə 2-ci Qarabağ müharibəsindən sonra biz dünyada demokratik dəyərlərin əsas təməli olan insan haqlarının qorunması istiqamətində iri addımlar atmaq əvəzinə biz bugün təəssüflər olsun ki, nəinki beynəlxalq səviyyədə öz hüquqlarımızı təmin edə bildik. Hətta bilirsiniz ki, Azərbaycanda 1947-53-cü illərdə və 88-ci ildə baş verən deportasiyaları belə beynəlxalq təşkilatların qarşısında bu törədilən vəhşiliklərin Rusiya Federasiyasının SSR-nin törətdiyini dünyaya çatdırmadı. Və çox təəssüf ki, dünya mətbuatında 1991-ci ildən 93-cü ilə qədər 1-ci Qarabağ müharibəsində işğal altında olmuş torpaqların Rusiya Federasiyası 366-cı alayı tərəfindən törədildiyini və 1813-cü il, 1828-ci il Türkmənçay və Gülüstan müqaviləsi ilə Araz çayı sərhəd olmaqla Şimal və Cənubi Azərbaycana bölünməsi, bunun müqabilində Ermənistan Respublikasının və İran İslam Respublikasının yaradılması bazasının, hüquqi bazasının yaradılmasını dünyaya çatdıra bilməmişdir. Və bu günə qədər baxmayaraq ki, Ukrayna Respublikasının ərazi bütövlüyü, Gürcüstan Respublikasının ərazi bütövlüyü, Moldova Respublikasının ərazi bütövlüyünü, Quam çərçivəsində ərazi bütövlükləri tapdalanıb, amma bu barədə Azərbaycan televiziyalarında nəinki Rusiya əleyhinə kampaniya aparılır, əksinə rus dilində həyasızca televiziyalarda rus dilində efirlər yayımlanır, Rus faşizminin təbliğatına geniş şəkildə yer verir. Çox təəssüf ki, xaricdə yaşayan blogerlərimiz də İran farsimolla rejimini tərifləməklə və yaxud da onları müdafiə etməklə məşğuldurlar. Bu özü biabırçılıqdır. Bilirsiniz ki, 44 günlük müharibədə İran İslam Respublikası və Rusiya Federasiyası işğalçı siyasəti yürütüb və işğalçılıq siyasətini yürüdən Ermənistan Respublikasına hərbi, siyasi, iqtisadi dəstəklər verdi. Buna baxmayaraq, yeganə İsrail dövlətidir ki, Ermənistan Respublikasına heç bir quru sərhəd açmır. Və belə bir həqiqəti biz dünyaya çatdırmaqdan acizik. Bilirsiniz ki, İsrail dövlətinin tarixi kökləri məhz Babil dövlətinə, Xəzər xaqanlığına
Osmanlı imperiyasına söykənir. Və bilirsiniz ki, İsrail dövləti özünün Babil dövlətinin sərhədlərini bərpa etmək istəyir və Mesopotamiya mərkəzli bir böyük Orta Doğu projesini qurmaq istəyir. Bəzi qüvvələr, bəzi antimilli qüvvələr iddia edirlər ki, güya İsrail dövləti PKK terror təşkilatını qurur. Bu özü bir cəfəngiyyat və uydurma xarakterli bir xəbərdir. Çünki bilirik ki, PKK terror təşkilatının qurulmasında 70 illik Rusiya Federasiyası, SSR və başda Komünist Partiyası olub və onun iqtisadi bazasını Almaniya Federasiyası, təbii ki, Amerika Birləşmiş Ştatları, Fransa Respublikası, Belçika Krallığı təşkil edir. Və bu həqiqəti danan insanlar, hətta 99-cu ildə İsrail dövləti Mossad CIA kəşfiyyatına tələb edib ki, mütləq Abdullah Öcalan cəzalandırılmalıdır. Abdullah Öcalan bir terrorçudur və bu terrorçu zərərsizləşdirilməlidir. Və İsrail dövləti Türkiyə ilə münasibətlərində bu istiqaməti, bu məsələni hər zaman gündəmlə tutacaq. Türkiyə Cumhuriyyətinin bugün hakimiyyətdə oturan AKP hökuməti çox təəssüf ki, Böyük Orta Doğu projesində Böyük Kürt dövlətinin qurulması üçün çox təəssüf ki, dəstək bildirib və burada təbii ki, DEM partiyasının Türkiyə Cumhuriyyəti Böyük Millət Məclisində təmsilçiliyi olub. Və bu özü biabırçılıqdır. Bu Mustafa Kemal Atatürk'ün qurduğu Türkiyə Cumhuriyyətinə qarşı böyük xəyanətdir. Və digər xəyanət isə İsraildən barış ödülünün alınmasıdır. Və bunu nədənsə deyə bilməyə cəsarətləri yox. Nə Türkiyə televiziyaları, nə Azərbaycan televiziyaları cəsarətlə bu məsələni dilə gətirə bilmir. Digər tərəfdən unutmayaq ki, Fələstin dövlətinin də qurulmasında İngilislərin, Rusların böyük dəstəyi olur. Və böyük Yahudi lobbisi də Fələstin dövlətinin qurulmasında maraqlıdırlar. Və İngiltərəni idarə edən böyük Yahudi Siyonist ailədə də əksinə Fələstin dövlətinin qurulmasında da İsrail dövlətinin təbii ki, bilirsiniz ki, böyük Siyonist kongre ilə Basel şəhərində İsveçrə Federasiyasının paytaxtı, daha doğrusu Basel şəhərində keçirilən 1895-ci il ilk Siyonist qurultayında İsrail dövlətinin qurulması hədəfi qoyulur. Və İsrail dövlətinin qurulmasına ilk tanıyan dövlət Türkiyə Cumhuriyyəti olur. Və bilirsiniz ki, İsrail dövləti Türkiyə ilə münasibətləri Mustafa Kemal Atatürk dövründə çox yüksək səviyyədə olur. Və iki ölkə milli iradəyə söykənərək çox əsrlik, çox qədim bir tarixə, köklərə sahib olan Türklər və Yahudilərin birgə yaşayışını məhz Sultan Əbdülhəmid dövründə təmin olunur. Və bu danılmaz bir faktdır ki, Türkiyənin parçalanmasında, Osmanlının parçalanmasında əvəzsiz rol oynayan ərəb milliyyətçiliyi, ərəb faşizmi olur. Və biz bunu unutmayaq ki, əslində məhz Qacarlar dövlətinə qarşı Fars Molla rejimi, məhz o dövrdəki zəndilər və sonradan Pəhləvilər 1925-ci ildə Qacarlar sülaləsinə son qoyaraq faktiki olaraq Araz çayının cənubunu tamamilə işğal etmişdir. Buna baxmayaraq Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Səttar xan hərəkatları məhz milli istiqlal mücadiləmizdə böyük bir mübarizə simvolları və mübarizə tariximiz olmuşdur. Mən hesab edirəm ki, İsrail dövlətinin İran ərazilərini tam nəzarətə götürməsi bizə müstəqil bir Güney Azərbaycan dövlətinin qurulmasına və beynəlxalq hüquqa söykənərək dünyanı idarə edən böyük Yahudi ailələrinin, Yahudi lobbilərin təbii ki, maliyyə dəstəyi ilə böyük mənada bu imkanlar yaradacaq. Və Güney Azərbaycanın dünyanın demokratik ölkələrində dərnəkləri var və Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Güney Azərbaycan Milli İstiqlal Partiyası, Güney Azərbaycan Demokratik Türk Birliyi
Dünya Azərbaycan İstiqlal Partiyası, bir çox dərnəklər, Dünya Azərbaycan Demokratik Qurtuluş Hərəkatı və bir çox dərnəklər, Bütöv Azərbaycan Birliyi, Bütöv Azərbaycan Ocaqları və s. bir çox birliklər məhz Yahudilərin maliyyə dəstəyi ilə ərsəyə gələn qurumlardır və hesab edirəm ki, İsrail dövlətinin dəstəyi olmadan heç bir halda Dünya Azərbaycan Cumhuriyyəti qurulması mümkün deyil. Bunu gəlin etiraf eləyək, çünki maliyyə baxımından bugün Yahudilər dünyada Türklərin hakimiyyəti altında olmasında maraqlıdır. Və bu danılmaz bir faktdır və bunu heç kim inkar edə bilməz. Və tarixə də nəzər salsaq, onlar Xəzər xaqanlığının, Osmanlı İmperiyasının tabeliyində yaşayıblar və sülh şəraitində yaşayıblar və bugün Azərbaycanda multikultural dəyərlərin inkişafında və xüsusilə 1-ci Qarabağ müharibəsində Albert Agaronovun nümunəsində biz deyə bilərik ki, Azərbaycan-İsrail dostluğunun çox böyük, üstün cəhətləri var. Və bir şey də deyim ki, dostlar, hazırki İsrail dövlətinin baş naziri Netanyahu əslində Naşkinaz türküdür və Azərbaycanla qardaşlığının, xüsusilə Quba şəhərində dağ yahudilərinin özü də Xəzər xaqanlığından, Xəzər türklərindən törəmədilər. Və bilirsiniz ki, Babəkin başçılığı altında başlanan Xürrəmlər hərəkatına da ən böyük dəstəklərini Xəzər türkləri köməkli edirlər. Və ona görə də dostlar, mən hesab edirəm ki, əlavə şərhə bir ehtiyac yoxdur. Və bugün çox təəssüf ki, özünə müsəlman deyən insanlar böyük bir cəhalətin içində boğulurlar. Dünyada tərəqqinin, texnologiyanın və ümumiyyətlə bilirsiniz ki, bir çox xeyriyyə fondlarının, dünyada şəhid ailələrinin və yaxud da kasıb ailələrinin və xüsusilə ekoloji böhranla üz-üzə qalan ailələrə köməkli edən Yahudilər əslində dünyada ədaləti, demokratiyanın, insan haqlarının qorunmasında maraqlıdırlar və xüsusilə Soros və Rockefeller ailələri də görürsünüz ki, dünyada bir çox demokratik dəyişikliklərə, demokratik vətəndaşların hüquq və azadlıqlarının tam bərpa olunmasına və onların hüquqlarının nail olunmasında onların böyük rolu var və biz heç bir İslam ölkələrində böyük bir elmin tərəqqi, elmi inqilab görmürük və xüsusilə İslam dininin yaranması dövründə, xüsusilə İbrahim Peyğəmbərindən törəmə olan Məhəmməd Əleyhisselamın Məkkədən Mədinəyə getməsi və İslamın fəth edilməsi, Həzrət Əlinin hakimiyyətə gəlməsi, Həzrət Hüseynin şəhid olmasına rəğmən, xüsusilə İbn Sinanın, İbn Xəldunun, Bəhmənyarın, İbn Xəssəmin və yaxud da Əl-Biruninin elmi ixtiralarına baxmayaraq bugün İslam ölkələri geridə qalırlar. Dini terrorizminin təsiri altında Əl-Qaidə, İŞİD və Hizbullah, Həmas bir çox terror təşkilatlarını qurmaqla dünyada demokratiyanı, dünyada insan haqlarını kobud şəkildə pozmağa cəhd edirlər. Əziz dostlar, biz üçrəngli bayrağımızda dəyərlərimizə sahib çıxmalıyıq. Ən başda bizim Azərbaycan Respublikasının konstitusiyası bizə imkan verir ki, biz təməl dünyəvi dəyərlərə söykənən bir dövlətimizi, müstəqilliyimizi qoruyaq və xüsusilə xalqın iradəsi ilə qurulan dövlətlərə hörmətlə yanaşaq. Çox təəssüf ki, bugün insanlar ərəblərin, farsların, rusların elədiyi terrorizmini, elədiyi terrorları görmürlər, kordular və korluq çəkirlər və təəssüf ki, bizim televiziyalarda Rus terrorizminin, Fars terrorizminin, Ərəb terrorizmini görməzdən gəlir. Və bu çox böyük bir bəlada cahillikdir, cəhalətdir. Bu cəhalətdən insanları xilas eləmək lazımdır. Mən hər biriniz təşəkkür edirəm və bizim paylaşımlarımızda da görürsünüz ki, obyektivlik gözlənilir və biz türklərin hüquqlarını, türklərin azadlığını müdafiə edən təşkilat və bizim tək məqsədimiz türklərin təşkilatlanaraq Ərəb, Fars, Rus əsarətindən, Çin əsarətindən millətləri xilas eləmək. Və görün, nə qədər türklər nə vəziyyətdədir ki, bugün
onlar fərqinə varmadan İran Fars Molla rejiminin, Həmas rejiminin və yaxud da Hizbullah rejiminin və yaxud da kommunist rejimlərinin, avtoritar rejimlərin əsarəti altındadır və onların təsiri altındadır və onları xilas eləmək, onlara çıxış yolu göstərmək lazımdır. Və bizim hesab edirəm ki, atalarımızın, əcdadlarımızın bizə əmanət etdiyi dəyərlərə sahib çıxmaq, milli mənəvi dəyərlərimizə sahib çıxmaq bizim boynumuzun borcudur. Mən hesab edirəm ki, biz qədim zərdüştlüyün, tanrıçılığın və şamançılığın üzərində öz milli mənəvi dəyərlərimizi qurmuş bir xalqıq. Türk xalqıyıq, biz Oğuz türküyük. Biz heç bir zaman hər cür əsarəti, müstəmləkəçiliyi qəbul edə bilmərik. İstər ərəblərin əsarəti altında yaranmış İslam dininin əsarətini və yaxud da deyək ki, ateizm üzərindən dini rədd eləyən, heç bir mənəvi əxlaqı sıxmayan kommunizmin və ateizm əsarətini qəbul edə bilmərik. Və yaxud da bizə məzhəbçiliyi, radikallığı, hər cür dini terrorizmini təbliğ edən Fars-Şiə ideologiyasını qəbul edə bilmərik. Bizim təməl üç rəngli bayrağımızı, prinsiplərimizi öyrənməliyik. Baxın, yaşıl bizim kökümüzü, bizim təbii ki, bizim bolluğumuzu, yaşıllığımızı və yaşıl bir həm də ki, bir sülhün rəmzidir. Novruz bayramdakı səməni simvolu da məhz onu simvolizə edir. Mavi rəng bizim köklərimizi, etnik köklərimizi, milli mənəvi dəyərlərimizi ifadə edir. Qırmızı rəng bizim müasirliyimizi və bizim təməl dövlət strukturumuzu, dövlət konstitusiyamızı özündə əks etdirir. Mən hesab edirəm ki, bu üç prinsipi qoruyub saxlamaq hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Diqqətinizə görə çox sağ olun.